Siz eşitirsiniz də. Hə. Deməli, bugün, başlayayım. Bugün keçəcəyik uşaqlar, deməli, amonimlərin ikinci hissəsini, leksikanın ikinci hissəsini. Amonimlər, biz deyirik ki, deyilişi və yazılışı eyni, mənaları fərqli olan sözlərdir. Burada mən sizə bir şey demək istəyirəm. Yadınıza qalsın, tək bu təriflə amonimləri tapmağa yola çıxmayaq. Burada keçən dəfə demişdim, məkan artırmaqla da biz amonimliyi tapa bilərik, bizə biraz kömək eləyir. Bir də mütləq şəkildə amonimli təşkil edən sözlərin başlanğıc formaları eyni olmalıdır uşaqlar. Başlanğıc forma nədir? Başlanğıc forma, bax, sözün kök və leksik şəkilçidən ibarət olan hissəsidir. Əgər sözdə kök, leksik, qrammatik şəkilçi varsa, o qrammatik şəkilçi başlanğıc formaya girmir. Bilirik də biz bunu. Hə? Eşitmişsiniz. İndi amonimlikdə deməli, əgər sözlərin başlanğıc formaları fərqlidirsə, biz onları amonim hesab eləməyəcəyik. Baxın, indi iki dənə cümlə yazıram. Deyirəm ki, daşı kənara qoy. Bir də deyirəm ki, yükləri daşı. Uşaqlar, daşı kənara qoyda sözün kökü daşdır. O burada təsirli hal şəkilçisidir. Başlanğıc forma bax budur. Sözün köküdür burada başlanğıc forma. Niyə? Çünki leksik şəkilçisi yoxdur. Qrammatik şəkilçi birbaşa sözə qoşulur və qrammatik şəkilçi başlanğıc formaya daxil deyil. Deməli, sözün başlanğıc forması budur. Yükləri daşıda isə sözün kökü daşımaq feili olduğuna görə elə başlanğıc forması da daşı sözüdür. Deməli, nə oldu? Yazılışı və deyilişi eyni oldu mu uşaqlar? Mənalarda fərqli oldu. Yerdəki daşdır, burada daşımaq feilidir. Biz amonimliyə oxşuyur, götürə bilərik. Yəni, bilməyən uşaq deyəcək amonimdir. Amma bunlara amonim yox, amoform deyirlər. Çünki niyə? Başlanğıc formaları fərqlidir. Əgər ikisinin də kök başlanğıc forması daş ya da daşı olsaydı ikisininki də, biz onda onu amonim hesab edə bilərdik. Aydın oldu? Bu bir. İkinci amonimik hadisələrdən danışacağım sizə amograflardan. Amograflar vurğusuna görə mənası dəyişən sözlərdir. Məsələn, deyirəm ki, anam qovurma bişirmişdi. Anam qovurma bişirmişdi. Qovurma sözündə vurğu sona düşür, isim kimi. Bir də deyirəm ki, ay ana, əti çox qovurma, xoşum gəlmir. Qovurma. Onda vura düşəcək vurğu. Qovurma. Baxın, yazılışı və deyilişi eynidir. Mənalarda fərqlidir. Burada bir isimdir, burada feildir. Amma yenə də amonim götürmürük. Niyə götürmürük? Ona görə ki, birində vurğu sonuncu hecaya düşür, birində isə ikinci hecaya düşür. Vurğular fərqli yerlərdə olduğuna görə bunların adı olacaq amograflar. Aydın oldu? Amograflar. Daha sonra başqa bir nümunə deyə istəyirsiniz. Məsələn, dimdik, dimdik, quşun dimdiyi, bir də dimdik dayanmışdı, düz dayanmışdı bu mənada. Və s. Daha çox vurğusuna görə mənası dəyişən sözlər uşaqlar. Sonra ilk hissəci ilə bitən sözlərdir. Satirik, nə bilim, lirik, romantik, bax, elektrik. Bax, bu sözlər daha çox vurğusuna görə mənası dəyişən sözlərdir. Sonra üçüncü gəlir burada paronimlər. Paronimlər bir səsinə görə mənası dəyişən sözlərdir. Yəni necə? Baxın, şahid, bir də deyirəm şəhid. Sözün mənası nəyə görə dəyişdi? A-nın ə-yə keçməsinə görə dəyişdi, bir səsə görə dəyişdi. Ona görə bu sözləri biz amonim yox, bir-birinə bənzəyirlər. Onlara adlandırırıq paronimlər. Mətin irai ilə olan, iradəli, dözümlü deməkdir. Amma mətin, bəli, biz Azərbaycan dilində işlədiyimiz mətnlər, tekstdə. Sonra, əsrlə əsir ola bilər, i-lə i-siz forması. Sonra, atlazla atlas ola bilər. Atlaz parça növüdür, atlas isə xəritələr toplusudur. Və s. Daha sonra uşaqlar, dördüncü gəlir burada. Bunların adı oldu paronimlər. Xeyirlə xeyir də olar. I-lə olan xeyir, fayda mənasında işlənir. Bir də yox, əsla mənasında. Dördüncü uşaqlar gəlir nə? Həm ümumi, həm də xüsusi isim kimi işlənə bilən sözlər. Məsələn, biz bilirik də, lalə qız adıdır. Bir də lalə gülün adıdır. Gülün adı kimi kiçiklə yazılır, qız adı kimi böyüklə yazılır. Bunlar amonim hesab oluna bilməz. Həmişə bax sizə deyirəm ki,
xüsusi isimlərdə biraz ehtiyatlı olun. Xüsusi isimləri biz amonim tay kimi hesab etmirik. Digər tərəfdən, həm də elə mənalı sözlər var ki, hər iki tay xüsusi isimdir. Məsələn, Araz sözü. Araz, biri var, çayın adı Araz, xüsusi isimdir. Bir də deyirəm, mənim əmmin adı Arazdır, o da xüsusi isimdir. Düzdürmü? Hər iki mənası xüsusi isim olan və ya bir mənası ümumi, bir mənası xüsusi isim olan. Bu sözlərdə biz əsla amonim götürmürük. Bunları qəşəng-qəşəng baxırsınız, təkrarlayırsınız. Yaxşı. Daha sonra orada gəlir sinonimlər. Biz bilirik ki, sinonimlər yazılışı və deyilişi fərqli, mənaları isə eyni olan sözlərdir. Hündür, uca, qəlbi, nə bilim, oturmaq, əyləşmək, sonra getmək, yola düşmək və s. Gözəl, göyçək, qəşəng. Düzdürmü? Ancaq burada fikir verməli olduğumuz məqam nədir uşaqlar? Məsələn, şirinlə şəkər sözünü, elə kitabda da onu veribdim. Şirinlə şəkər sözünü biz gəlin görək, sinonim götürə bilərikmi? Sinonimlər, birinci bir qayda deyim ki, sinonimlər yadınızda qalsın, eyni nitq hissəsinə, yalnız eyni nitq hissəsinə aid olur. Gəlin baxaq, şirin, şəkər. Şirin və şəkər mənaca bəli, bir-birinə yaxın sözlərdir. Sinonimə bənzəyə bilər sizə görə. Amma baxın, şirin nitq hissəsinə görə sifətdir, necə sualına cavab verir. Şəkər isə nitq hissəsinə görə isimdir. Məna tayları fərqli nitq hissəsi olduğuna görə biz bunları sinonim götürmürük. Aydın oldu? Bəli. Sonra sinonimlər nisbi və mütləq olmaqla iki yerə bölünür. Nisbi sinonimlər yadınızda qalsın, o deməkdir ki, bunlar 100% sinonimlər deyirlər. Hər zaman bir-birini əvəz edə bilmirlər. Məsələn, baxın, deməli, ürək, könül, qəlb. Düzdürmü? Ürək, könül, qəlb sinonim sözdür. Gəlin indi cümlənin daxilində işlədək, görək. Ürək, könül, qəlb cümlə daxilində də bir-birini əvəz edə bilirsə, onda mütləq sinonim olacaq. Deyirəm, ürəyim ağrıdığı üçün həkimə getmişdim. Könlüm ağrıdığı üçün həkimə getmişdim. Deyə bilərik? Xeyr. Onda bunlar mütləq sinonim ola bilməz. Nisbi sinonimdir. Söz kimi bir-biri ilə əvəz eləyə bildir. Söz kimi bir-birinə sinonimlik təşkil elədir. Amma bir cümlənin daxilində, eyni cümlə daxilində bir-birinin yerində işlənə bilmədi. Daha sonra deməli mütləq sinonimə baxaq. Mütləq sinonim məsələn gözlük, eynək. Gözlüyüm qırılmışdı, eynəyim qırılmışdı. Bir cümlənin daxilində ikisini də yerində işlədə bildim. Deməli bu mütləq sinonimdir. Yəni hər zaman həm cümlə daxilində bir-birini əvəz eləyə bilir, həm də söz kimi bir-birini əvəz eləyə bilən sinonimdir. Daha sonra gəlir orada antonimlər. Antonimlər uşaqlar məna tayları bir-birinə zidd olan sözlərdir. Biz bayaq ədəbiyyatda dedik ki, antonimlik biri var sözlər arasında, bir də var mənalar arasında olsun. Azərbaycan ilə mənalar arasında antonimiyə baxmırıq, bədii təzad. Ədəbiyyatda isə mənalar arasındakı antonimliyi, əksliyi də biz bədii təzad götürürük. Necə idi o? Söyüddən bağ saldım, peyvəst eylədim, almasın, heyvasın, narın görmədim. Bax, orada bədii təzadlıq var. Bağ salmışam, peyvəst eləmişəm ki, bəhrəsini görüm, amma alma heyvanlar görmürəm, bəhrə görmürəm. Deməli, mənada bir ziddiyyət olduğuna görə buna bədii təzad deyil. Amma Azərbaycan dilində burada antonimlik yoxdur. Azərbaycan dilindəki antonimlik, məsələn, hündür, qısa, tutaq ki, enli, dar, gözəl, çirkin, oturmaq, qalxmaq, getmək, qayıtmaq və mənaları bir-birinə zidd olan sözləri götürəcəyik antonim kimi Azərbaycan dilində. Və antonimlərdə də bu qayda eyni ilə işləyir. Çünki onlar da eyni nitq hissəsinə aid olurlar. Əgər fərqli nitq hissələrinə aid olacaqlarsa, biz onlara antonim götürməyəcəyik. Və bir də bir şey deyim sizə uşaqlar. Burada şəkilçilərin antonimliyi var. Və antonimlik yaradan sözlərin kökü fərqli nitq hissələr, fərqli sözlər olmalıdır. Məsələn, mərdlə, namərdi biz antonim götürə bilmərik. Niyə? Çünki hər ikisinin kökü mərd sözüdür. Burada bu ön şəkilçidir. Hər ikisinin kökü eyni söz olduğuna görə biz bunu antonim götürmürük. Və yaxud da dadlı, Duzlu. yox, dadsız. Bu şəkilçilərlə. Bəli, burada görürsünüz köklər eynidir. Şəkilçilər isə bir-biri ilə ziddiyyət təşkil elədiyinə görə burada şəkilçilərin antonimliyi var. Buna şəkilçilərin antonimliyi, qrammatik antonimlik deyilir uşaqlar. Söz kimi siz buna antonim götürməyəcəksiniz testdə görəndə. Yaxşı, getmək, getməmək olmaz əsla. Yaxşımı? Sonra
Bu da belə antonimlərdə dedik, eyni diksiyasına aid olur. Frazeoloji birləşmələr, uşaqlar, çox vacib mövzu, bəli. Frazeoloji birləşmələr, məcazi mənalı birləşmələrdir. Ümumiyyətlə, söz birləşmələri iki yerə bölünürlər. Sabit söz birləşmələri var, bir də sərbəst söz birləşmələri var. Sabit söz birləşmələri odur ki, baxın uşaqlar, bax bu markerin yeri buradır, tərpənmir də, sabitdir bunun yeri. Frazeoloji birləşmələr də eyni ilə onun kimidir. Biz onları tərpədə bilmirik. Necə? Nə mənada? Yəni, biz orada frazeoloji birləşmələr dildə hazır şəkildə mövcud olur. Biz o sözləri istənilən yerində çıxarıb, dəyişiklik eləyək, arasına söz daxil eləyək. Məsələn, deyirik ki, burnumun ucu görünürdü. Anamdan ötürü darıxırdım, ona görə də burnumun ucu görünürdü. Hə? Darıxmaq mənasında eşitmişsiniz də mənə yəqin ki, burnumun ucu görünürdü. Aha, mən buna qulağımın ucu görünürdü deyə bilmərəm və yaxud da gözümün olmaz, nə deyəyim, nə bilim, barmağımın ucu görünürdü deyə bilmərəm də. Bu darıxmaq mənasında bu sırf burnumun ucu görünürdü. Mən orada burun sözünün yerinə qulaq, boğaz, nə bilim, nəsə deyə bilmərəm. Çünki bu frazeoloji birləşmədir, sabit söz birləşmələridir və bunlar dildə hazır şəkildə mövcuddular. Bizim onları dəyişməyə ixtiyarımız yoxdur. Ona görə frazeoloji birləşmələr lüğətindən mən sizə bir neçəsini verəcəm, əzbərləyəcəksiniz mənaları ilə bir yerdə. Daha sonra bir də var sərbəst söz birləşmələri. Sərbəst söz birləşmələri isə bizim keçəni sərbəst bildiyimiz ismi və feili birləşmələrdir. Məsələn, deyirəm, məktəbin həyəti, mən onun arasında söz daxil edə bilərəm. Məktəbin güllü çiçəkli həyəti. Gördünüzmü nə elədim? Sözü parçaladım, söz birləşməsinin tərəflərini. Arasına istədiyim qədər söz daxil elədim. Çünki niyə sərbəstdirlər? Dəyişə bilərəm. Məktəbin həyəti demərəm, evimizin həyəti deyərəm. Məktəbin həyəti demərəm, məktəbin, nə bilim, binası deyərəm. Görürsünüz, dəyişdirə bilirəm. Amma sabit söz birləşmələrində bu dəyişkənliyi eləmək bizim ixtiyarımız da deyil. Frazeoloji birləşmələr də amonim, sinonim və antonim ola bilər. Burada xüsusi diqqət yetirməli olduğunuz məqam nədir? Frazeoloji birləşmələrin sinonimi də, antonimi də, amonimi də elə frazeoloji birləşmə olmalıdır. Məsələn, biz deyirik ki, burnunun ucu göynəmək darıxmaq idi, düzdürmü? Darıxmaq sözü ilə burnunun ucu göynəmək bir-birinin sinonim ola bilərmi? Əsla. Niyə Zəhra? Çünki biri sözdür, biri isə birləşmədir. Birləşmədir. Bəli, biri burnunun ucu göynəmək frazeoloji birləşmədir. Darıxmaq isə bir dənə sözdür. Bunlar bir-birinə sinonim ola bilməz. Darıxmaq onun mənasıdır. Amma biz nə deyə bilərik burnunun ucu göynəməyə? Sinonim kimi. Gözün yolda qal. Yox. O da olar. Göz yolda qalmaq yox, gözləmək kimi gedir də. Burnunun ucu göynəmək, ürəyə darıxmaq. Ürəyə darıxmaq. Frazeoloji birləşmədir də. Düzdürmü? Hə, nəyə güldün ay Yusif? Və yaxud da dil boğaza qoymamaq. Nə deməkdir dil boğaza qoymamaq? Dil otu yemək, tez danışmaq. Görsə, bax sinonim artıq dil otu yeməkdir. Dil boğaza. Amma desən ki, dil boğaza qoymamağın sinonimi çox danışmaqdır, olmaz. Çox danışmaq çünki frazeoloji birləşmə deyil. Sinonim tapırsansa, ikinci bir ona sinonim frazeoloji birləşmə tapmalısan mütləq. Və yaxud da antonimi də onun kimi. Dil boğaza qoymaq susmaq deməkdir. Dil boğaza qoymamaq çox danışmaq deməkdir. Ağzına su alıb oturmaq, susmaq deməkdir. Bunlar birləşmə kimi bir-biri ilə antonim təşkil edir. Amonim frazeoloji birləşmələri isə uşaqlar, dildə onları da yenə əzbərləyəcəksiniz. Deməli, baxın, can vermək. Can vermək iki mənası var. Biri var, xəstəyə həkim can verdi, yəni onu diriltdi. Bir də can vermək, uşaqlar, gedir, ölməyəndə olmaq, ölmək, bəli. Görürsünüz, iki məna tapdım, ikisi də məcazi mənalı oldu. Amonim frazeoloji birləşmədir. Cana gəlmək, təbiət cana gəldi, dirildi, yaz fəslidir. Bir də bezirsən, hə, yəni boğaza gəlmək, cana gəlmək, bezdim onun əlindən. Üçüncü, işə düşmək. Maşınımız işə düşdü, yəni motor işə düşdü, hərəkətə gəldi mənasında. Bir də deyirik ki, yaman işə düşdük, müşkül işə düşdük, çətin işə düşdük. Bu mənada amonim frazeoloji birləşmədir. Ürəyə yanmaq susuzluqdan ürək yana bilər, susamaq mənasında. Bir də yazığı gəlmək mənasında ürəyə yanmaq, o amonim frazeoloji birləşmədir. Söz vermək. Deyirəm, məclisdə nigara söz verirdi, danışmaq üçün. Bir də söz verirəm ki, dərslərimi yaxşı oxuyacam, hə, elə. Oldu, amonim frazeoloji birləşmə. Daha sonra, hansı qaldı orada? Üz vermək. Pis bir bədbəxt hadisə üz vermişdi. Bir də var deyirləri, üz verirsən, astarlıqda istəyir də biraz
şey adamlar, bildiniz də necə. Daha sonra başa vurmaq, minnət vurmaq. Yəni elədiyin yaxşılığı başına vurmaq, bir də yekunlaşdırmaq, bir işi Təhsil başa vurmaq. Hə də deyirəm, təhsili başa vurmaq yekunlaşdırmaqdır. Amma bir işi yaxşılıq eləmsən, onu başına vurursan. Artıq bəli, frazoji birləşmə məcazıdır. Ürəyə getmək xoşum gəlir, həddindən artıq. Nə gözəl qızdır, ürəyim getdi. Bir də onun Bir də həqiqətən yıxılırsan, bayılmaq, ürəyin getmək. Bunlar da oldu ammonin frazoji birləşmələr. Bax, xahiş edirəm, bunları da qəşəng-qəşəng öyrənirsiniz növbəti dərsinizə. Ev tapşırığını indi verəcəm. Güzel.